Hər vaxtınız xeyir olsun dostlar, xoş gördük sizi kanalımda. Günləri Dünya Çempionatının 4-1 mərhələsinin oyundayıq. İspanya, Belçika oyunda dünən Fransa qələbə qazandı. Mərəkəş üzərində 2-0. Günləri İspanya, Belçika oyununun qalibi Fransa rəqibi olacaq yarın finalda. İnşallah İspanya qələbə qazanar. İspaniyanın azarkeşi olduğumuza görə, İspanya üçün tepki videosu çəkdiyimizə görə İspanya inşallah bir qələbə qazanar. Yaxşı oyun olaraq keçən oyunda İspanya 1-0 qazanmışdı, Portuqaliya məğlub eləmişdi. Belçikada Amerikanı böyük hesabla 4-1 hesabı ilə məğlub eləmişdi və 4-1 finala çıxmışdı. Günləri də İspanya, Belçika oyunu. Oyun başlayır dostlar, inşallah qələbə qazanacaq. Mənim fikrimcə İspanya qazanacaq günləri. Çünki İspanya biraz ləng oyun oynamağına baxmayaraq kontra ataklarda, ümumi oyunda ləng oyun komandadır, ləng oynayır, amma çox taktikalı, çox ağıllı oyun oynayırlar. İnşallah günləri o Arzabal insan balası kimi, adam kimi oyun oynayar. Əlinə düşən fürsətləri inşallah dəyərləndirər. Yamal da ki öz formuna qayıdar, söz özlərdən gəliblər. İnşallah o da oynamağa başlayar. Və fikrimcə bu oyunda Nico Williams da ikinci hissədə 10 dəqiqə, 15 dəqiqə qalmış. Yəqin ki telefon onu oynadar. Çünki keçən oyunda Portuqaliya oyunda oynamamışdı. İnşallah bu oyunda oynayar. Oyun başlayır dostlar, keçən oyuna. Kanalıma abunə olun. Videolarımı bəyənin, yorumlarınızı yazın. Öz fikirlərinizi bildirin də, bir sözlər takip edin. Keçək oyuna dostlar. Qaşan pas. Əlinə dəymədi. Dostlar yaxın məsafədən. Əlinə dəysə məncə penal olmaz. Yaxın məsafədə. Çox yaxın məsafə. 1 metr arası vardı. Əlinə dəydisə. Offside yoxdur burada deyəsən. Qəşən saxladı. Əlinə dəydi, amma çox yaxın məsafədir. Burada həm təbiidən də çox yaxın məsafədən əlinə dəydi. Məncə penal verməyəcək. Penal yoxdur. Davam. Çünki 1 metrədən əlinə dəydi. Həm təbii vəziyyətlər gəldi, həm də çox yaxından dəydi. Çünki orada çəkmə şansı yoxdur. Ona görə də penal yoxdur. Topla 10 dəqiqədir. Topla oynayan İspaniyadır. Həmişəki kimi fərq eləmir. Ölkə Belçika, nə bilim İran, Hindistan, hara olur olsun, Fransa, Braziliya. Topla oynayan İspaniyadır. Burada da İspaniyadır. Qapıya zərbələr yoxdur. İspaniyanın zərbəsi var, amma müdafiədən qayıdan topları var 2 dənə. Belçikanda hələ ki qapıya doğru gələ bilmir, hələ ki müdafiə olunur. Amma bu qədər çox müdafiə olunsa, inşallah İspaniya qol vuracaq. Oysa İspaniyada sırf santrofor yoxdur, sırf yəni hücumçu yoxdur. 9 nömrə yoxdur, forvet. Bir forvet olsa David Villa kimi və yaxud da Fernando Torres kimi İspaniya tam başqa cür, daha da yaxşı oynadı mənim fikrimcə. Yəni o Arzabal'da, o Arzabaldakı yəni Top İspanlarda. Kreya. Onunla yerle ötürme qərzində. Kubarsi Sarjinah oynadı. Pedro Porro. Doku önünü bağlayıb. Yamal yanındadır. Lami Yamal yine Porro ile oynadı. Porro. Gol! Gol! Bu Fabian Ruiz. Fabian Ruiz 1-0 30. dəqiqə. İspanya 1, Belçika 0. Ola İspanya 1-0. Olmo vurdu, Kurtuğa qəşəng çarpdı, yerindən çətin topudur. Kurtuğa həqiqətən də yaxşı qapıçılardandır dünyada. Bəlkə də ən yaxşısıdır. Burada offside yoxdur, qəti. Porro'nun pası, Olmo vurdu, Kurtuğa çox çətin topu çıxartdı, amma qaydan topu Fabian Ruiz. Fabian Ruiz də yaxşı oyunculardandır. Amma müdafiədə dəydi, bəlkə də bunu çıxarda bilərdi. Müdafiədə dəydi, getdi. Bəlkə bunu da çıxardar. Yox. 1-0.
tərəfdaşlarından istədiyi dəstəyi görə bilmədi. Sakit oyun gedir. İkinci zərbə qarşısında Yəni İspaniya həmişəki oyunu oynayır. Sakit oyun, kontralara çox sürətlə çıxan bir komanda deyil İspaniya. Futbolçu fərqləndi. Öz tərzində, öz sistemində top İspaniyada çox qalmaqla oynayır və qolunda vurdu İspaniya 1-0. Elə burada Davamı gəlsin, davamı gəlsin. Hələ 31-ci dəqiqədə oyunda. Bundan sonra görə Belçika necə cavab verə biləcək İspaniya. Belçikalı futbolcu Kastan'a karşı. Yamal. Lamine Yamal. Qəşəng keçdi. Vur! Lamine Yamal'dan Saxla. Cərimə zərbəsi. Bu ikili Yamal özünü göstərməyə başlayır Yamal. Özünü göstərməyə başlayır Yamal. Amma qəşəng qabağı açıq idi. Zərbə vuracaqdı. Son anda Doku. Doku burada yıxdı Yamalı. Təhlükəli nöqtədən cərimə zərbəsi İspaniya. Amma gözəl duel izləyir. Görək bunu necə yerinə yetirəcəklər. Dünya çempionatlarının oyunlarını, ümumiyyətlə böyük komandanın oyunlarını həm də belə duellərə görə sevirik. Komanda yoldaşına daha bir həmlə burada. Ruiz yaxşı oynayır. Sağ cəhətdən Belçika hücumu davam edəcək. Əla paslaşlar burada. Kastanya qapı önünə ötürmə. Başlı zərbə. Gol, 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 gol. Bu nə qol deyə buraxdılar. 1-1. İspaniyanın dünya çempionatında buraxdığı ilk top. Etdiyimiz futbolçu artıq ağlımızda onu əvəzlədik. 1-1. O gəldi qolunu vurdu və bu elə belə qol deyil. Heç nə vurdu. Kimin qabağından vurdu? Laporte'nin kimin? İspaniyanın bu mundialda buraxdığı ilk qoldur. Bizi bağışlayar yəqin Süleyman. 1-1. 1-1. Belçika oyuna qayıtdı. Hər şey bax orada. Kevin De Bruyne'nin topu buraxmasıyla başladı. Baxırıq. Vurulan qolda offside varmı? Yox. Ötür bax bu ötürmədə yox. Daha bir. Yox, əlbəttə yoxdur. Yox. Yoxdur burada da. Əla ötürmə alındı və Deketolar da çox yaxşı rəqibindən sıyrıldı, qopdu burada. Kubarsi'dən Kubarsi. başladı. Kubarsi'nin qabağından vurdu. Oyun içində onun ən yaxşı Buraxmağı sözü yaxşı olmadı. keyfiyyəti deyil, amma burada Unai Simon'un Unai qapısına Simon. yol tapmağı bacardı. Unai Simon'a 6 oyun sənin final fiti. İlk 45 dəqiqə İspaniya Belçika maçında dünya çempionatının Dostlar ilk hissə bitdi. İlk hissə İspaniya 1, Belçika 1. İspaniya bu dünya çempionatında ilk qolunu buraxdı. Bu oyuna kimi qapısında qol görməmişdi. İlk qolunu buraxdı, 1-1 oldu. Yəni Belçika bir dəfə gəldi və təhlükəli gəldi, qol vurdu, 1-1 oldu. İkinci hissəni görə necə olacaq? Yamal daha yaxşı oynayır bu oyunda. İnşallah ikinci hissədə Yamal qol vurar və qollar vurar, İspaniya turu keçər inşallah. İkinci hissədə görüşərik. Doku, əla ötürmə. Bırakma, kaçak. Oo, Top qapıdan keçdi. vurmuşlar ha, bak. Zərbə Bak, vurmuşlar ha. Belçika az gəlir. Belçika az gəlir, oturur müdafiədə. Gələndə təhlükəli gəlir. Bax, ikincidir. Birinci hissədə bir dəfə gəldilər, qol oldu. İkinci hissədə gəldilər, top çölə getdi. Yəni İspaniya millisi güclü komandalarla oynayanda hiss olunur ki, müdafiəsi zəifdir. Mən bunu bu videolarda yox, ümumiyyətlə mən bilirəm ki, özüm də görmüşəm, İspaniyanın müdafiəsi zəifdir. Müdafiəsi bir də hücumu zəifdir İspaniyanın. Hücumu zəifliyindən mənada zəifdir. Yəni gol vuran yoxdur, gol vuran ayaq yoxdur. Sağda Lamine Yamal'dır, solda da şeydir. Nico Williams da zədədir. Amma ortası ən yaxşılardan demək olar, orta var. Müdafiə zəifdir. Biraz dişli rəqib olanda ki, müdafiənin boşluqları, zəifliyi görsənir. Ferdi orada. Vermədi Pedri pası. Bu! Allah! Oyarzabal ilk dəfə bir təhlükə yaratdı Oyarzabal. Lamine Yamal'ın sayəsində pası verdi Oyarzabal'a. Oyarzabal ortaya kəssəydi, qapıya vurdu. Ortaya kəssəydi, qapıya vurdu, Kurtuğa çıxartdı. Küncdən zərbə. Oyunun 63-cü dəqiqəsi. 63-cü dəqiqə bir dənə yaxşı korner. Ver. Qəşən. Porro. Olmo. Bir dənə vurun bunlara da. Pedro Porro. Qəşən. Torres. Ver pas.
Topu saxlayırsan sən orada qalıb 5 metrə səndə olur. Topu saxlayırsan ki, gəlib götürsün. Pas ver də. Yine Pedri topladı. Kuleli arkaya götürmeyi işaretini verdi Pedri'ye. Pedri Yorulmaq nədir bilmir. Pedri. Sakladı topu Kubarsi hücuma koşup Kubarsi serbe uzaktan. Gol! Gol! İkinci gol. Kim vurur? Pedri. Kim vurur? Yine de Pedri. Mikel Merino. Qızıl oğlan Mikel Merino. bu oyunda. GB. Miguel Merino. İhtiyaç var idi. Teşekkürler. Kivi. Çabuk kurtarın. Kivi. Miguel Merino. Olmaması. Onun əvəzinə oyuna çıxan Lames'ten çabuk Miguel Merino. önüne kaytardı. Mikel Merino golünü vurdu ve Enenevi gol Bu. sevincini qeydedir. Vaktili hatasının 88 dəqiqə İspaniya 2, Belçika 1. Son dəqiqələrə İspaniya 1-0 öndə gelir və 70-dən sonra 70-dən yox 60-cı dəqiqədən 65-ci dəqiqədən sonra Belçika tamamilə oturdu müdafiəyə, kontra ataklara bel bağladı. Kontra ataklarda hücumda da Lukaku idi. Lukaku bu oyunlarda təcrübəlidir, amma İspaniya müdafiəsi buraxmadı və burada Miguel Merino yetişdi, çatdırdı, amma burada qapısının səhvi vardı Lemansın. Top üstünə gəldi, topu tuta bilmədi əlində. hem Arsenal'a hem İspanya millisine çok büyük fayda verir. Qəşəng. Hücumcu 2-1. değil. Bu. Hücumcu gibi dahil olmuş. İkinci Bu. hücumcu gibi dahil olmuş ama isteyen halde. Yani İspanlarda neticede Nico Williams. Pedri geri yıkılıp yine Paul Pedri ayaq üstə qala bilmir ha. Burada artık kayda pozisyon. Uğraşdı. Pedri ayaq üstə qala bilmir. Bu Pedri nə soxdu oyun. Pedri ayaq üstə qala bilmir. Nə dəqiq pas verə bilir, nə topla oynayır, Franı öz ətrafında 3 dənə topu verir onlara. Dəqiq pası ata bilmir. Belçika'nın məğlubiyyətdə xilas olmaq üçün Ayaq üstə qala bilmir bu Pedri. Axel Witsel Rodri'yə qarşı. Fabian Ruiz bundan yaxşı oynayırdı. Fabian Ruiz niyə çıxartdı mən başa? Qaydanı pozur. Zədəyə də bilərdi Rodri'ni. Ama şey- Son dəqiqələr, son Simon. 96-5-dir. 2 dəqiqə qalır. Gelmesi istedi. 2 dəqiqəni də dözün. Simon yedi topladı. Simon Bravo. Portlu oynuyor ve səhv. Bravo, bravo. Səhvə bax. Səhvə bax. Raskin tenesiyle Ağdaş'ı yerine yitirdi. Sani Michaels top Belçika'da. Sani Michaels əla hərəkətlər. Həmlə davam edir. Qoymayın. Şamşatda Raskinlə ötürmə. Qapı önünə Lukaku. Alınmadı. Rodri topu ileri vurur. Ex hücum şansı yeni yaranabilir. Lamine Yamal Doku'ya karşı Yamal. Rengide topu yitirdi. Doku yine de. Və oyun bitdi. Oyun bitdi. Oyun bitdi. İspaniya dünya çempionatında yarım finalda. Yarım finalda rəqibi Fransa. Güclü Fransa. Mən deyərdim bu dəqiqə dünya çempionatında, bu dünya çempionatının ən güclü komandası Fransadır. Çünki hücum xətti çox güclüdür. İspaniyanı yarı finalda Həqiqətən də çox güclü hücum xətti var. Müdafiədə zəif tərəfləri də var. Fransanın müdafiədə zəifdir. Zəif tərəfləri də var, amma hücumu çox güclüdür. İspaniyanın necə orta hissəsi, orta yarım müdafiəsi güclüdürsə, Fransanın hücumu güclüdür. olmaz duyeli bizi gözləyir dünya çempionatının İndi görək yarı finalda. yarım final oyunu necə olacaq? Çox maraqlı olacaq həqiqətən də. İnşallah keçən tərəf İspaniya olar. 2024 2024 Avropa çempionatında yarım finalda qarşılaşmışlar İspaniya ilə Fransa. Orada da İspaniya 2-1 qazanmışdı. Mbappe'nin qolu, Mbappe təxirənlə vurmuşdu deyəsə Mbappe. Yox, Mbappe vurmuş. İspaniya 2-1 qazanmışdı. O da Lamine Yamal çox qəşəng qol vurmuşdu. Ama Belçika bu dünya Çox həqiqətən çox qəşəng qol vurmuşdu. İkinci qoldakı orta eləyəndə Fransa müdafiəsinə qola girmişdi və İspaniya orada finala çıxmışdı. Finalda da İngiltərəni 2-1 məğlub etmişdi. O keçdi getdi. Bu gün də İspaniya çıxdı növbəti mərhələyə. Növbəti yarım finala. Yarım finalda rəqibi güclü Fransa, həqiqətən də çox güclüdür. Bu çempionatda ən güclü ölkələrdən biri Fransadır, bir də İspaniyadır. Argentina, İngiltərə də pisdir. Amma ən güclü Fransadır. Demək olar ki, final kimi yarım final olacaq. İnşallah o oyunda da İspaniya turu keçən, finala çıxan komanda olar. Bu qədər dostlar, İspaniya növbəti mərhələyə keçdi, Belçika getdi, Fransa rəqibi oldu. İnşallah yarı final oyunda, Fransa ilə oyunda görüşək dostlar. Burada bitirək videomuzu. Kanalıma abunə deyilsən, abunə olun, videolarımı bəyənin.
Yorumlarınızı yazın. Əsasən də abunə olun kanalıma. Çünki abunə gəlmir, çox az gəlir. Bəlkə də video atmadığım üçündür, ola bilər. Və videomu görürsünüzsə bəyənin, kanalıma abunə olun, yorumlarınızı yazın. Sağ olun dostlar, görüşərik.